الله عليه وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين سيما بقية الله في الأرضين أرواحنا له الفداء. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. اللهم انطقنا بالهدى وألهمنا التقوى. Dünən deyildi, oruc əgər bir adama zərər eləsə, o oruç tutmayacaq mah-ı mübarəkdə. Tabi zərəri qabil təvəccüh, bir zərəri ki, asib vura, lətmə yetirə, gözünə zərər ola, qıçına zərər ola, qoluna zərər ola, mədəsinə zərər ola. Bu zərəri hətmən gərək həkim deyə, nə? Dünən də ərz olundu, bir adam özü qabaqdan görüb, qabaq illər görüb, oruç tutanda, oruçluqdan sonra məsələn zərər görür, lətmə görür, çətinlik görür, problemə düçar olur. Oruç tutub, qabaq illər görüb. Yəni o mükəlləfin, o insanın özünün təşxisi milakdir. Özünün o ələcətdiği ona meyardır, milakdir. Əgər həkimin də sözünü, həkimin sözü mütləq hüccət olsun, belə deyir. Elə getdim həkimə, həkim dedi, olur sənə zərərdir, yox, belə deyir. Bəli, əgər həkim əvvələn bilən həkim ola, saniyən dindar həkim ola, ki, hər boş bir zada demiyor orucuviyə. Vaqiən birinə zərər eləyəndə həm zərəri düşünür, həm zərər eləyəndə deyir, sən oruç tuta bilməsən, orucun sənə bu zərəri var. Bəli, beləncili bücür bir həkimin sözündən, orucun zərərindən mənə itminən gəlsə, onda oruç tutanmaram, Bu gecə şəb-i viladət, در واقع İmam Həsən Müctəbanın anadan dünyaya gələninin il dönümüdür. İmam Həsən Müctəba aleyhisselam Ramazan ayının yarısında, yəni nimə-i mah Ramazanda dünyaya gəlib. Hicrətin 3-cü ilində. Hicrətin 3-cü ilində Ramazan ayının yarısında dünyaya gəlibdir. Bu gecə dünyaya gəlib İmam Müctəba. Bu gecənin mislində. O Həzrətin adı Həsən aleyhissalatu vesselamdır və sifətləri də seyyiddir, sibtidir, müctəbadır. Bunlar əlqabından, ləqəblərindən də Həzrətin, ləqəbdir. İmam Həsən Müctəbanın həyatının bir bəxşi Bəni Ümeyyə xülafasının zamanındaydı. Nə bir bəxşi, tamam bəxşi. Xulafayı Bəni Ümeyyə ilə həm əsridir, Muaviyyə ilə. Ki, Bəni Ümeyyənin o در واقع şeyatinindən idi. Şeyatin Bəni Ümeyyədən bəlkə şeytan tərin Bəni Ümeyyə idi. Necə biz bir Həzrət İmam buyurdu, Amerika şeytanı bozorcudur, böyük şeytandır. O zamanında şeytanlarından Muaviyyə idi. Ki, Muaviyyə Əmir-əl-Mömininin əsrində Əmir-əl-Mömininin xilafətinin altına getmədi, qəbul eləmədi və Əmir-əl-Möminindən sonra da İmam-ı Müctəbə ilə müharibəyə girişdi. İmam Həsən də amadə oldu, müharibəyə varid oldu. Vəli İmam Həsən Müctəbanın ləşkərləri, hətta o ləşkərinin böyükləri
Mütəəssifانə Maviyənin qovlularına allandılar. Maviye hiləgər bunları tovladı və İmam Həsən Müctəba sülh o bir qərardada məcbur oldu Maviyə ilə. Məcbur oldu İmam Həsən Müctəba. Və bu hədisdə vardı, hədis-i nəbəvi ki, Əl-Həsən vəl-Hüseyn imaman qama o qəəda. Bu da Peyğəmbər İslamdan nəql olub. İmam-ı Müctəba və İmam Hüseyn hər ikisi imamdılar. Çə qiyam eləyələ, çə qiyam eləməyələ. Çə qiyam eləyələ, çə qiyam eləməyələ. Baxın bir İmam Həsən Müctəba əvvəldə qiyamı olubdu. Sonra qiyamın elə bəh nəticəsi olmayıb, müncəz olubdu. Maviyə ilə müsalihiyə, ondan sonra İmam-ı Müctəbanın quudu olubdu. İmam Həsənin əvvəldə qiyam olubdu, sonra da ki quud olubdu. Baz Əbu Abdullah Hüseynin Maviyə zamanı qiyamı olmadı. Əbu Abdullah Hüseynin Maviyə zamanı İmam Hüseyin qiyam eləmədi. Səbr oldu. Səbr elədi, Maviyə dərəkə vasil oldu. Yazid ki hökumətə çatdı, Yazidin zamanında İmam Hüseyin qiyam elədi. Elə buradan istirik bir nəticə alaq. Əvvələn biz buna bilaqaq. Baxın bir, hər imam hansı imamın yerində olaydı, o imam görən işləri o da görərdi. O imam görən işləri o görərdi. Əgər İmam Həsən, İmam Hüseyin zamanında olsaydı, elə Aşura vücuda gələrdi. İmam Hüseyin də İmam-ı Müctəba zamanında olsaydı, o şəraitdə olsaydı, elə sülh elərdi. Elə sülh elərdi. Bu qaidə və qanundur imamətdə, vilayət əhl-i beytidə. Bunlar vəzifələri məsumdurlar, vəzifələri müşəxəs vəzifələrdirlər. Müntaha o rəvişləri fərq edir hər zamanda. Rəvişlər fərq edir. Hansı imam o birisi imamın zamanında olsaydı, o birisi imam həyatında nə rəvişi, nə siyasəti qabağında tutur, elə o da onu tutacaqdı. Və liza görürsünüz, İmam Hüseyin əleyhissalatu vəssalamda o miqdar zaman ki Maviyənin əslində var idi, neçə il Maviyənin əslində var idi. İmam Hüseyin də qiyam eləmədi. Elə ki Maviyə dərəcə vasil oldu, qiyam elədi. Elə İmam-ı Müctəba da, haman İmam-ı Müctəba ki Maviyə zamanında qiyam eləmədi, İmam Hüseyin də Maviyə zamanında qiyam eləmədi. Yəni bir adam ki əgər soruşdu, söz verdi, niyə İmam Hüseyin, İmam-ı Müctəba qiyam eləmədi, İmam Hüseyin qiyam elədi? Cavabı budur. Bir budur ki, o dəlilə, haman dəlilə ki, İmam Hüseyin Maviyə zamanı qiyam eləmədi, İmam Həsən də qiyam eləmədi və elədi əlbəttə ibtida, sonra məcbur be sülh oldu. Məcbur elədi İmam Həsən Müctəbanı. Mümin, müsəlmanlar həmrahlıq eləmədi. İmam Müctəba ilə ayaqlaşmadı. Ayaqlaşmadı. Hətta İmam Müctəbanı terror elədilər bəzi mərhələlərdə, bəzi ordugahlarda, bəzi əskərgahlarda. Bu sözün cevabı bir de hadis-i nəbəvi İmam Məsumdur da. Nə eləsə o düzdür. Nə eləsə o düzdür və İmam Resul-i Girami İslamda buyurub ki Həsən və Hüseyin hər ikisi imamdırlar. Çə qiyam eləyələ, çə qiyam eləməyələ. İşarə edirəm bəzi fəzail İmam-ı Müctəbaya. Əlbəttə bu nüktədən də baz geçməyək ki İmam-ı Müctəbanın özünün sülhünün bir bərəkat asarı var idi ki, hətta kitablar yazılıb İmam Müctəbanın sülhünə raci. Əgər olmayaydı Maviyənin çehrəsi, Maviyənin nifaqı, bəlkə ilhad və küfri Maviyənin özü aşkar olmazdı. Yalançılığı, hilebazlığı, nifaqı İmam Həsənin sülh olmasaydı aşkar olmazdı. Müsəlmanlar bunun o həqiqətin yaxşı tanıyanməzdilər. İmam Müctəba aleyhisselam
öz zamanında İmam-ı Sadık'dan naql olub. İmam-ı Sadık atalarından nəql edib. İmam-ı Muctaba öz zamanında xalqin əfzəli idi. İbadəti zühdü hamıdan artıqtər idi. İmam Həsən-i Muctaba var ki, namaz qılanda bədəninin bəndiləri əsərdir. İmam-ı Sadıq'dan nəql olub, İmam-ı Muctaba 25 dəfə piyadə, yəni yerdə bidun mərkəb həccə gedibdi. İmam-ı Muctaba 2 dəfə və bina bir ayrı nəql həyatında 3 dəfə malının nisfin füqaraya təqsim eləyib. Füqaranın içində paylayıb, təqsim eləyibdi. Bazı İmam-ı Muctabanın kərəmində və kəramətində və cudunda nəql olubdur ki, bir fərdi fəqir gəldi İmam Muctabanın məhzərinə və izharı dedi, yoxumdur, yoxsulam, problemlərim var, belədir. Həzrət o xəzinədarın, o xadimin çayırdı, dedi, nə mal vardı sənin yanında? O xəzinədar dedi ki, 12.000 dirhəm pul var mənim yanımda. İmam-ı Muctaba vurdu, 12.000 dirhəmin hamısını gətir ver bu kişiyə. 12.000 dirhəm az çox puldur ha. Buyurdu gətir hamısını ver bu kişiyə. Bu imamın xadimi təəccüb elədi, dedi ağa, bunun hamısını versək buna sabah məsələn mənzilin, evin xərci yoxdur ha. Yoxdur ha, da qallıq özümüz. İmam Muctaba ona belə cavab buyurdu. Dedi ki, ərzən bozur, sən ver bunu və Allaha hüsn-i zənnin olsun, yaxşı gümanın olsun. Allah cübran elər. Quranda da var ki, Allah yerin doldurar, verdiğin yerin doldurar, bəlkə artıq da gətirər sənin malı və artıqlaşan da verər. Və Həzrət 12.000 dirhəm fəqirə verir, ondan da üzrü də istəyir. Deyir, üzrü xalq səndən, üzürlü yox sənin. Baxın, bu İmam Muctabanın kərəmidir, o ibadətidir. Bazı fəzail əxlaqi İmam Muctabadan bir tikə ərz eləyim. Var ki, bir gün Şam, baxın Şamat ki, Muaviyə o zaman xüləfanın zamanından ki, Muaviyyəni tihtilə Şamatda o bir dənə bir xodsər bir adam oldu. Öz başına bir hakim oldu. Da mərkəz hökumətinin sözünə baxmazdı. Sonra da ki, o xüləfa öldülər, getdilər, Əmirəl-Möminin zamanında daxı Əmirəl-Mömininə beyət eləmədi və öz başına hakim idi orada. Orada bir təbliğat, pis təbliğat var idi. Həm Əmirəl-Möminin və həm Əhl-i Beytin haqqında pis təbliğat var idi, qolay təbliğat var idi. Bir nəfər Şami kişi İmam Muctaba indi də belədir ha, indi də belədir. Xüsusən müsəlman ölkələrində bəzən elə düşmən, küffar, Amerika, Qərb elə təbliğat edir ki, bu bəzi müsəlmanlar öz xadimlərin, öz dostların düşmən düşünürlər, amma düşmənlərin dost bilirlər. İndi də belədir ha. Muaviyə-i siyasətlər, Bəni Ümeyyə təbliğatı siyasəti də indi də vardı müsəlmanların ölkəsində. İmam-ı Muctabaya bu kişi bəd dedi, biədəblik elədi. Çox bəd dedi. İmam Muctaba sakit idi. Bu Şami sözlərin qurtuldu. Həzrət ona salam verdi. Və yüzünə təbəssüm elədi, xoş əxlaqla bərxurd elədi. Dedi, şeyx, güman elirəm ki, sən bu şəhərdə qəribsən və sözləri sənə şübhəli eləyiblər, şübhəli olubdur. Əgər bizim rizayətimizi istəsən, səndən razı olluq. Əgər bizdən bir şey istəsən, veririk, əta elərik. Köməklik istəsən, hidayət eləsən, hidayət və irşad istəsən, səni hidayət elərik, rahnumalıq elərik. Möhtac olsan, niyazı aradan, qabaqdan götürürük. Əgər sən
ərzən bu huzur, bizim evimizə gəlsən, bizə qonaq olsan, biz sənin xidmətində varıq. Bu Sami kişinin sövüşlərinin, biədəblərinin müqabilində imam siz bəndə deyirəm bir fərdi adi. İmam-ı məsumdir, peyğəmbər balasıdır, Zəhra balasıdır. Xəlifə-i müslimin idi o zaman ki, mütəəssifانه sulhlə hükümet Muaviyə vaquzar oldu. Xub, mərdiş o Şami kişi dedi ki, bu sözlər ki eşitdə ağladı və dedi, mən şəhadət verirəm sən ki Allah xəlifəsisən, xəlifə-i vaqei yer üzündə siz və sənsən və Allah yaxşı bilir ki kimi özünə canişin eləyə, risalətin kimlərə tapşıra ki bu əndazı bir nüklədə ərz eləyim, əraizim tamam. Var ki İmam-ı Müctəbanın bəd az o məsmumiyyəti ki baz bu da az tərəf Muaviyyənin tərəfindən idi. Muaviyyə cüdəni ərzən bozur o məlunə bəli də İmam Müctəbanın der vaqı düşməni bücürdü düşmən bücürdü. Qahi böyüklərin düşmənlərin öz evində tikər, öz evlərinin əhlin özünə düşmən elər. Muaviyyə siyasəti budur Muaviyyə siyasəti budur. İmam-ı Müctəba vaxtı məsmum oldu və ömrünün axir ləhzələri, axir dəqiqələri idi. Ömər ibn Cunadət ibn Əbi Uməyyə gəldi İmam-ı Müctəbanın xidmətinə. Bunlar əqilli adamlardılar. O ləhzə dedi, yəbnə Rasulullah, mənə moizə elə, mənə nəsihət elə, mənə moizə elə. Xub, Həzrət ona belə buyurdu, neçə cümlə buyurub. İstəiddə li səfərikə və həssil zadəkə qəblə hulul əcəlik. Ahirət səfəri və amadə ol. İstəiddə li səfərik. Və bu səfər əcəl yetişməmişdən qabaq, bu səfərin zad و tuşəsini götür. Adam bir müsafirətə çıxır, elə bu dünya müsafirətlərində də ləxərə o vəsail zat götürməsə, bir palaz götürməyə, bir çay götürməyə, su götürməyə, hey hər ləhzə problem, adamı xoşbəxt işləməz ki, hər ləhzə problemlə rubər ola. Ahirətdə belədir adam zad و tuşə götürməsə ahirətinə, ahirəti abad olmayacaq, ahirət yaşayışı ona xoş olmayacaqdır. Buyurdu ki, Cunadə, bül, sən dünya tələbindəsən, dünya dalısındasan, ölüm də sənin dalıncandır. Bu iki nükdə. Üçüncü nükdə ki, Cunadiyə dedi, bax bir, sabahın ki hənuz gəlməyib, o gələn günlərin ruzusunun qüssəsini eləmə. Bizim varımızda var mı? Xop, qüssəsini eləmə. Və baz buyurdu, bül ki, hər ozadı ki, öz ruzundan, ruzundan çox tələb elisən, mal çox ərzən bu huzur qazanırsan, o günübün ruzusundan çox qazanırsan, ayrıların xəzanədarısısan. Və baz buyurdu ki, dünyanın həlalında hesab var və həramında da iqab var, cəhənnəm var, mücazat var. Əlbət cəhənnəm kəlməsini mən dedim. Xob, bu əndazə, baxın bir, Həzrət baz buyurdu, dünyaya elə işlər ki, elə bir dünya işləri və elə əncam ver ki, elə bir həmişə bu dünyada həyatın olacaqdır və axirətə də elə çalış, elə hərəkət elə əməl elə ki, güya sən sabah dünyadan gedəcəksən. Axirətə də amadə ol. Bütün həmmü qəmmin dünyan olmasın və əgər istəsən bidunə əşirə və qəbilə əziz olasan və bidunə hakimiyyət sənin ərzən bozu şükuhun ola, əzəmətin ola, ehtiramın ola,
günahın, məsiyyətin zillətindən çəkil itaətin izzətinə və səltənətinə və ağalığa. Yəni Allahdan itaat eləsə bir adam əziz olar, izzətli olar və hörmətli olar. Allahdan istəyirik bizə tövfiq versin, günah در واقع بیرقinin altından mərf ərzən bozur ibadət və bəndəlik və taat beyrəqinin altına gedər inşallah. İmam Zaman əleyhisselamın zuhurun yaxın eləsin. Şəhədamıza, uləmamıza, həqdarlarımıza, əmvatımıza rəhmət eləsin. Atiyəmizi, ayəndəmizi, aqibətimizi xeyr eləsin. Mah Ramazanın bu ayın hamılarımızı və hamı əhli imanı bağışlanmışlarından qərar versin. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.